Mühərrikin iç remeni nədir? İç remen avtomobil mühərrikində klapanlar ilə porşenlərin hərəkətini dəqiq vaxtda tənzimləyən bir remendir. Bu remen mühərrik valı ilə porşenləri bir-biri ilə sinxron şəkildə işləməyə məcbur edir. Əgər bu sinxronluq pozularsa, yəni iç remen qırılarsa, mühərrikdə ciddi zədələr yaranır. İç remen qırılarsa nə baş verir? Qısa desək, mühərrikin içində toqquşma baş verir. Texniki baxımdan porşenlər və klapanlar sinxron işləmədiyindən klapanlar aşağı mövqedə açıq qalır. Porşenlər yuxarı qalxdıqda klapanlara çırpılır. Bu onların əyilməsinə, bəzən sınmasına səbəb olur. Sonda mühərrik işləmir və əsaslı təmir tələb olunur. Bu hallarla qarşılaşmamaq üçün hər 40-60 min kilometrdə remeni dəyişmək tövsiyə olunur. Eyni zamanda remenin roliklərini də dəyişmək məsləhətdir. Əgər avtomobil ikinci əl alınıbsa və remenin dəyişilmə vaxtı bilinmirsə, təhlükəsizlik baxımından remeni dəyişmək məsləhətdir.